Bir nəfərimizdə əskərimiz vardı, Tahirov Firdovsi. Atışma gedir, düşüb minaya, minanın partlayışı bunu atıb digər minanın üstünə, qolu da düşüb minaya. Bunu indi döyüş yoldaşı buna yardım göstərmək istəyir. Sadəcə olaraq vəziyyət elə vəziyyətdir ki, minalanmış ərazidəsən, nə sağa çıxa bilirsən, nə sola. Ancaq steykamçının açdığı yarım metr minipolyadasan da, yəni o ərazidə hərəkət eləmirsən. 50 sant, 60 sant, indi cığırın içindəsən. Yəni, heyət də oradadır. İndi Allah umuduna indi qruplar açılıb da minipolyada döyüşürük. Orada şey olmuşdu, döyüş yoldaşının gözünü uğurlayıb özünü vurmuşdu. Avtomatik özünü atmışdı, 7 güllə dəymişdi. Özünü vurmuşdu, o da Allah rəhmət eləsin, o da bir qəhrəmanlıqdır. Hər adam onu heç kim özünə qəsd edə bilməz, amma o bilirdi ki, onu xilas eləmək olmayacaq. Çünki ərazi relyefi elə idi ki, biz onu təxliyə də eləyə bilməyəcək. O bilirdi onu, sadəcə özünü vurdu. Allah onu rəhmət eləsin.